Elm və Təhsil Nazirliyi, Təhsil Oyunları Platforması və Kapital Bankın təşkilatçılığı ilə 6-11-ci sinif şagirdləri arasında nə, harada, nə zaman oyunu üzrə Respublika çempionatı keçirilib. Çempionatda Bakı və Sumqayıt məktəbləri ilə yanaşı Respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən komandalar da iştirak edib. Ətəli xan, Quba, Wonder Woman, Bakı, Dragonlar, Gəncə. Bilik yarışına 39 komanda qatılıb. 6-9-cu siniflərlə 10-11-ci siniflər ayrı-ayrı kateqoriyalarda mübarizə aparıblar. Biz 4-cü Respublika çempionatını keçirdik. Hesablayıq ki, bu layihə çox uğurlu layihədir. Çünki Respublikanın bütün regionlardan bizdə uşaqlar iştirak edir. Ən maraqlısı da odur ki, həm uzaq, ucqar kəndlərdən olan uşaqlar da finala vəsəqə qazanıb. Şirinova Zəhra 8 saylı qəsəbədən gəlmişəm, Cəbrayıl qəsəbəsindəndir və 8-ci sinifdə oxuyuram. Bizim uğurumuz az olsa da gələcəkdəki yenə də bu imtahanlarda yenə də iştirak edəcəyik və uğurumuzu artıracağıq. Mən Qurban Cəbili, 287 saylı Zəkalar liseyinin 11-ci sinif şagirdiyəm. Necə keçir sənin üçün yarış? Maraqlıdır, suallara cavab veririk, komanda yoldaşlarımızla müzakirə edirik, öz bilikimizi, dünya görüşümüzü sınayırıq burada. Yaxın dostlarla bir yerdə elə öz çevrəmizlə ondan yarışlara qatıla-qatıla sonradan bu komanda ciddi bir komandaya çevrildi. Artıq yarışlara da bir 6 oğlan şəklində dost olaraq gedirik. Hər birimiz öz payımıza düşdükcə intellektual səviyyəmizi necə yüksəldə bilərik? Kitab oxumaqdır, filmlərə baxmaqdır, onlayn yarışlarda iştirak eləməkdir. Söhbətlərlə bəzən insan söhbət eləyib yeni şeylər öyrənə bilir. Yəni conversationda tez-tez olaraq bir-birimizdən öyrənərək, paslaşaraq öyrənirik demək olar. Adım Elay Məmişovdur, 17 yaşım var və təbiət elmləri təmayüllü gimnaziyada Sumqayıt şəhərində oxuyuram. Dahilər komandasının kapitanıyam. Dahilər bugün neyini? Dahilər hal-hazırda 2 turun nəticəsində toplam olaraq 16 suala cavab vermişik 24-dən və başqa bir komanda ilə birinciliyi bölüşürük hal-hazırda. Hər şey sonuncu tura qalıb. Mən Əhmədzadə Səkinə, Şirvan şəhəri 1 nömrəli tam orta məktəbindən gəlmişəm. Bu bizim qrupumuz Felix komandasıdır. Biz boş vaxtlarımızda intellektual suallarla məşğul oluruq və bu işdə bizə Gənclər evi də kömək edir. Avignon Festivalı üçün Papaların keçmiş sarayı tamaşaçıların ziyarətinə açıqdır. Həyətində səhnə qurulub, dekorasiya və buraxılmış söz yoxdur. Buraxılmış sözü tapın. Sekond Eğitim komandasının kapitanı. Yarış çox yaxşı keçdi, ikinci olduq. Çox həyecanlıydı və bu yer tutmamız bizi çox həvəsləndirdi. Belə yarışda olması biz üçün çox yaxşıdır və davamiyyətlə bu yarışda iştirak etmək istəyirik. Mən Murtsov Fərid, Humanitar Fənlər Təmayüllü Məktəbi liseyinin 9-cu sinifinin şagirdi. Golden Humanitar komandasının həm də bir üzvüyəm. Biz bu yarışdan əvvəl 3 dəfə də Azərbaycan çempion olmuşuq, bu artıq 4-cü kubokumuzdur. Və biz bu yarışa hazırlaşarkən bir çox onlayn yarışlara girmişik və hər yarışda demək olaraq qoşulmuşuq. Bugün biraz əslində şansımız gətirmədi. Birincilik üçün oynayırdıq, amma belə şanssızlıq oldu, bir düzdən qaçırdıq və 3-cü oldu. 2 aprel tarixində Bakı şəhərində Elm və Təhsil Nazirliyi, həmçinin bir bankın dəstəyi ilə nə, harada, nə zaman intellektual yarışı keçirildi. 39 komandadan 6 iştirakçının qoşulduğu bu mübarizə şəffaf şəkildə həyata keçirildi. Həmçinin qeyd etmək istəyirəm ki, bir neçə regionlar, Sumqayıt, Gəncə, Şəki komandaları da bu mübarizədə aktiv iştirak edirdilər. Qızğın mübarizə şəraitində keçən bilik yarışının 6-9-cu siniflər üzrə qalibləri Saatlı rayonunun Əli Sultanlı kənd məktəbinin birlik komandası olub. Bu kateqoriyada ikinci yeri Quba rayonunun Alekseyevka kənd məktəbinin Sekond RT komandası, üçüncü yeri isə Bakı Humanitar Fənlər Təmayüllü Məktəb liseyinin Golden komandası tutub. Yarışın 10-11-ci siniflər üzrə qalibləri Bakının 287 nömrəli Zəkalar liseyinin komandasının üzvləri olub. Bu kateqoriyada ikinci yerə Şirvan şəhər 1 saylı məktəbin Moonlight komandası, üçüncü yerə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın Dahilər komandası layiq görülüb. Sonda qaliblərə diplomlar, kuboklar, medal və hədiyyələr təqdim olunub.